Demək, Sadıq Rəhimov Gəncədə işləyən zaman belə qərara gəlmişdilər ki, Göygölün suyunu şəhərə gətirsinlər. Ona görə də Ağsunun qabağında metrə yarım bir sahədə qazıntı işləri aparmışdılar. Onu da inzibati bina kimi yarımçı qoymuşdular. Göygölün saf suyu gəlib Gəncəyə çatanda gördüyünüz bu məkanda üçbulaq kompleksi yaradıldı. Bu hal-hazırda bizim Gülüstan adlandırdığımız yerdir. İndi Gəncəlilər daha hər gün Göygölün suyundan içə bilərdilər. Bilirsiniz də, bu su adi su deyil. Belə bir fikir var ki, məhz bu sudan içdiyinə görə Nizami boyda duha meydana gəlibdir. Qəmbər Hüseynlinin musiqisində su lətafəti var. Fikrət Əmirovun simfonik muğamı dünyaya səs salıb və s. və ilaxır. Ələsgər müəllim, mən həmin dövrün fotolarından gördüm ki, həmin illərdə Gəncədə xeyli qonaqlar var idi. Burada Çingiz Aytmatov, Əziz Nesin və bir neçə adamın şəklini gördük. O zaman Moskvadan, Leningraddan, hətta xaricdən bir sıra yazıçılar gəlirdi. Əziz Nesin Türkiyədən gəldi, Çingiz Aytmatov gəlirdi, Mirzə Böhrəmov gəlirdi və onlarla görüşlər təşkil edirdi. Məsələn, Əziz Nesin Gəncəyə gəldi, o ilə Gəncədə görüş təşkil edik və Kəllə piyasasını demək, tamaşaya qoyuruq. Yeri gəlmişkən Ələsgər müəllim, incəsənət xadimlərinə sizin həmişə xüsusi hörmətiniz, ehtiramınız olub bildiyimə görə. Bəli, incəsənət xadimlərinə növbədən kənar ev verirdik. Məsəl üçün Ələddin Abbasova ev verdik, sonra Burcaliyə ev verdik. Məhəmməd Hadi 20-ci ildə vəfat etmişdir. Gəncədə və şəhər qəbristanlığına bastırılmışdır. Bu barədə heç kəsin xəbəri yox idi. Axundov Gəncədə olan zaman mənə dedi, sana 2 iş tapşırıram. Bir Məhəmməd Hadinin qəbrini burada tap. Bir də Göygöldən Maral Gölə yol çəkdir, maşın yolu çəkdir. Mən Göygöldən Maral Gölə maşın çəkdirdim və qoca kişiləri Səbiskar qəbristanlığına topladım. Onlar mənə göstərdilər Məhəmməd Hadinin qəbrini. Və bundan sonra həmin qəbri Gəncə çayın kənarına köçürdüm və üstündə Qorxmaz Sucddinov onun heykəlini yaratdı. Gəncəm adlıdır, qanadlıdır, mənim Gəncəm toydu satlıdır. Gəncəm adlıdır, qanadlıdır, mənim Gəncəm toydu satlıdır. Göygöl dağları yadigarıdır, Kəpəz yurdumun şahlıqarıdır. Ana Gəncəm, ana Gəncəm, vurğuna sənə Gəncəm, odur ki belə Gəncəm. Çayları bahar fəslinə əməli şəhər, dostuna, qonağına mehriban şəhər. Heyranam mən üstünə sənin ey vətən, günü gündən dəyişib boyatan vətən. Hey telli sazımsan, güllü yazımsan, gönül dostum, hoş avazımsan. Gördüyünüz bu bina Kəpəz Mehmanxanasının binası 60-cı illərdə məhz Ələsgər Əlizadənin şəhərə rəhbərlik elədiyi illərdə tikilməyə başlamışdır. Lakin o vaxtlar tikinti bir qədər getdi, sonradan Ələsgər müəllimin vəzifədən getməsindən sonra bu tikinti yarımçıq qaldı. Bildiyiniz kimi bu binanın tikintisi uzun illər, 14 il təxminən yarımçıq qalmışdı və nəhayət 1979-80-ci illərdə Həsən Həsənov Gəncə şəhərinə rəhbərlik edən vaxtlarda tikinti başa çatdırılmışdı. Yarımçıq qalan iş tək bu deyildi. Bundan başqa bir sıra işlər başlanmışdı, lakin onlar həyata keçirilmədi. Məsələn, Bağmanlarda tikiş fabrikinin tikintisi nəzərdə tutulmuşdu. Bilirsiniz ki, o vaxtlar qadınların işləməsi o qədər də necə deyərlər, populyar deyildi. Xüsusən də Bağmanlar cəmaatı arasında müəssisələrin əksəriyyəti şəhərin mərkəzində yerləşirdi. Buna görə də Bağmanlı kişilər qadınlarını şəhərin mərkəzində işə getməsinə o qədər də həvəslə razı olmurdular. Və şəhər psixologiyasını yaxşı bilən Ələsgər müəllim belə bir təklif eləmişdi ki, Bağmanlarda elə tikiş fabriki tikilsin.
və bütün orada yaşayan qadınlar məmnuniyyətlə gəlib həmin fabrikdə işləyicisi idilər. Təklif eləmişdi, bu barədə Nazirlər Kabinetinə öz təklifini göndərmişdi və razılıq alınmışdı. Təəssüf ki, bu iş də yarımçıq qaldı. Və yaxud başqa bir Mirzə Abbas Abbaszadə və Əşrəf Yusifzadə küçələri arasında böyük bir konsert teatr salonu tikilməli idi. Təəssüf ki, bu iş də yarımçıq qaldı. Bəs bax, siz bu qədər yaxşı işlər görmürsünüz. Necə oldu ki, 70-ci ildə siz həmin şəhər rəhbərliyindən uzaqlaşdınız? 1970-ci ildə Şəhər Partiya Komitəsinin plenumi çağırıldı. Düzdür, mən bu barədə çox geniş danışmaq istəmirəm. Müxtəlif bahanələrlə işdən azad oldum. Mənim yerimə Əbdürrəhman Vəzirov təyin olundu, seçildi. Bir neçə gündən sonra mən Bakıya gəldim. Mərkəzi Komitənin birinci katibi Yoldaş Əliyev mənə müxtəlif vəzifələr təklif elədi. Mən etiraz elədim. Sonra Əliyev Yoldaş mənim mənzil şəraitimlə maraqlandı. Və o zaman Əliyev və mən bildirdim ki, mənzil yoxdur. O, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Qadirova zəng etdi və soruşdu ki, harada mənzil var. Qadirov bildirdi ki, konservatoriyanın yanında 3 otaqlı mənzil boşalmışdır. Və beləliklə mənim mənzil məsələm həll olundu. Mən xarici dillər institutunda işləməyə başladım. 1994-cü ilə qədər müəllim işlədim. 1994-cü ildən 2002-ci ilə qədər prorektor vəzifəsində işlədim. 2002-ci ildə xəstəliyimə görə təqaüdə çıxdım. Ələsgər müəllim yaxşılıq mücəssəməsidir. Mən ona can sağlığı arzulayıram. O gözəl insandır. O insanlara həm diqqət yetirir, həm qayğı göstərir, həm də onların həmişə dərdinə şərik olur. Dinləməyi, onlara yol göstərməyi həmişə öz ağsaqqallığı ilə yerinə yetiribdir. Bir daha ona uzun ömür arzulayıram. Əlimdəki kitab 20-ci əsr Gəncənin görkəmli elm, mədəniyyət, partiya və dövlət xadimləri kitabıdır. Və bu kitab belə bizdə hamının stolüstü kitabıdır və burada baxanda Gəncəyə doğrudan elə şeylər var ki, elə şəxsiyyətlər var ki, biz onun Gəncədən olduğunu da bilmirdik. Gəncə də Azərbaycanın bir parçasıdır, Gəncə də Azərbaycanın bir ayrılmaz hissəsidir. Amma Gəncənin özü doğrudan nə qədər böyük dövlət şəxsiyyətləri yetişdiribdir. Elə həmin şəxsiyyətlər sırasında Ələsgər Əlizadənin özü də var. Ələsgər Əlizadə sadə təvazökar bir adam idi. Təsəvvür edin, jurnal, Gəncə jurnalı. Gəncə jurnalı və uzun illər bundan qabaq Ələsgər müəllimlə biz Murovdağa hazırlaşdığımız səhnə, Polkovnik Abdullah Qurbani, universitetimizin rəhbəri Səməd müəllim, bizim tələbə qızlar, təsəvvür edin, cəbhə bölgəsi, Murovdağ tələbə qızlar cəbhəyə yollanırlar. Və valideynləri də məmnuniyyətlə icazə verirdilər. Çünki bilirdilər ki, bu işin başında Xarici Dillər Universiteti, onun rəhbərliyi, o cümlədən tərbiyə işləri üzrə prorektor Ələsgər Əlizadə durur. Ələsgər müəllim mənə ilk dəfə universitetimizin 501-ci otağında fəlsəfə dərsi vermişdi. Qapını açıb içəri girəndə öz görkəmi ilə, öz sərgəli geyimi ilə, öz hətta auditoriyada addımı ilə belə tələbələr üçün bir nümunəvi bir müəllim təəssüratı yaratmışdı. Onun mühazirə demək metodu, nitq mədəniyyəti, auditoriyanı ələ almaq qabiliyyəti, tələbələrə müraciət forması, tələbə şəxsiyyətinə çox yüksək qiymət verməsi, həmişə tələbələrdə müsbət emosiya yaradır. Bir keyfiyyətini də göstərmək istəyirəm ki, Ələsgər müəllimin səliqəli geyimi, Ələsgər müəllimin zövq ilə geyimi
bəlkə də o vaxtı biz tələbələr arasında, xüsusilə oğlan uşaqları arasında həmişə bir söhbət mövzusu olmuşdu. Məsələn, Ələsgər müəllimin qalstukuna sancaq taxmasını o vaxt mən tələbə idim və arzulayırdım ki, kaş mənim də imkanım olaydı, sancaq alaydım və qalstukuma bir sancaq taxıydım. Və o gündən beynimdə, fikrimdə həmişə Ələsgər müəllimin qalstukuna sancağı necə səliqə ilə, necə zövqlə taxmağı bu gündə hələ mənim yaddaşımda qalmışdı. Və iş elə gətirdi ki, 2000-ci ildə Səməd müəllim rektor olandan sonra mən onun yerinə tərbiyə işləri doktora rektor təyin olundum və təbii ki, ilk növbədə Ələsgər müəllimə icazə aldım ki, Ələsgər müəllim, icazə verirsinizmi, mən bu vəzifə edim. Ələsgər müəllim böyük bir şəxsiyyət olduğu üçün, böyük ürək olduğu üçün mənə dedi ki, Ələsgər müəllim, uğurlar arzulayıram, gelin, işləyin və xalqımızın universitetimizin inkişafına bizə əlinə gələn edin. Mən onun tapşırıqlarını bu işlədiyim illər ərzində həmişə yerinə yetirməyə çalışmışam və qismət elə oldu ki, onun 80 illiyində də mən getdim onu təbrik elədim, mən ünvan apardım. Mənim yoldaşlarım burada Məhəmməd müəllimlə, Bünyamin müəllimlə, Səməd Həsənovla birlikdə getdik onu yubileyini təbrik elədik. Ələsgər Əlizadənin nəvəsi olmaq çox şərəflidir, həm də məsuliyyətlidir. Ona görə ki, biz hər addım atmaqdan qabaq biz fikirləşirik. Yəni ki, bu cür əməl, bu cür hərəkət babanın adına layiqdirmi, uyğundurmu? Baba həmişə bizim dəstəyimiz, həmişə bizə kömək olmuşdur və o bizə vətənpərvərlik, işinə məsuliyyətlə yanaşmağını, tərbiyəni, hamısını bunu bizə baba öyrədib və bizim arzumuz odur ki, baba bizim əməllərimizlə, bax biz onunla necə fəxr edirik, o da bizlə. Mən Ələsgər Əlizadəyəm, ancaq balaca Ələsgər. Mən babanı çox sevirəm və fəxr edirəm ki, onun nəvəsiyəm. Başqa insanlardan çoxlu gözəl və isti sözləri babam haqqında eşitmişəm. Şübhəm yoxdur ki, babam bütün bunlara layiqdir. O nəinki mənim üçün, bütün bizim böyük ailə üzvləri üçün nümunə olmuşdur. Mən fəxr edirəm ki, belə bir müdrik, vətənpərvər, xeyirxah Ələsgər Əlizadə kimi şəxsiyyətin nəvəsi. Biz babamızı sevirik. Müsəlmanlarda adətən su ən qiymətli ehsan kimi qəbul olunur. İmam Hüseyin şəhəri sayılan Gəncədə isə suya xüsusi münasibət var. Adətən suyu içəndən sonra, xüsusən də yayın qızmar vaxtında dua etmişik. Bu suyu çəkdirənin, ölənlərinin ehsanında olsun. Başqa bir dua da var. Ömrün su kimi uzun olsun. Bu suyu çəkdirdiyinizə görə ömrünüz su kimi uzun olsun, Ələsgər müəllim.